Salam. Ayağım zədələnib. Ayağımı futbolda əzmişəm. Orada tam olaraq nə baş verib, istədiyim videonun mövzusunu elə baş verənlə əlaqələndirim və belə bir vlog hazırlayım. Ayağıma nə olub, hansı vətəri zədələmişəm, necə zədələmişəm, bu haqqda danışacağam. Buyurun dinləyin. Deməli, həftədə bir dəfə çalışıram ki, futbol oynayım və bunu vaxtaşırı eləməyə çalışıram. Bu da həmin günlərdən biri idi. Bu futbol oynamağı ona görə vaxtaşırı eləyirəm ki, təkcə futbol oynamaq üçün yox, həm də eyni zamanda həftənin stressini atmaq. Həqiqətən də bir 90 dəqiqə futbol oynayandan sonra serotonin pik səviyyədə olur və xoşbəxtlik hormonu qalxır və ona görə də çalışıram ki, bunu vaxtaşırı edeyim. Bu da həmin günlərdən biri idi, amma 5-ci gün istirahət günü olduğuna görə bir gün öncəyə salmışdıq futbolu. 4-cü gün getdik futbol oynamağa. Hansı ki, mən biraz gecikmişdim ora, çünki işim biraz uzanmışdı həmin günü və biraz gec gedib isinmə hərəkətləri eləmədən birbaşa oyuna başladım. Oyuna başladım, elə 15-20 dəqiqə qaçmışdım ki, heç topla heç bir təmas